Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə 12 dekabr keçirdiyimiz ümumi sınağın izahını verəcəm və bundan da sonra düşünürəm ki, inşallah mütəmadi olaraq sizlər üçün öz mobil tətbiqimizdə bu tipli sınaqlar təşkil edək və hər sınağı təşkil etməmişdən əvvəl, hardasa bir 3 gün, 5 gün əvvəl sizlərə məlumat paylaşılacaq. Bu məlumatlardan xəbərdar olmaq üçün YouTube kanalımıza abunə olun, zəhmət olmasa. YouTube kanalımızın ictimai bölməsində sınaqlar təşkil olunmamışdan bir neçə gün əvvəl məlumat paylaşılacaq. Sınaqlar harda və necə təşkil olunur, onunla bağlı isə ə, həmin YouTube kanalımızda qeyd etdiyim ictimai bölümündə məlumat var. Mobil tətbiqimizi yükləmək lazımdır sadəcə və mobil tətbiqin ana səhifəsində şəxsi imtahan zonası deyilən bir hissə var. Bizim bundan sonraki imtahanlarımız da həmin hissədə təşkil olunacaq. Orada artıq siz neçə səhv, neçə düz etdiyinizi görəcəksiniz. Eyni zamanda izahlarla isə YouTube kanalımızda tanış olmuş olacaqsınız. Sizdən sadəcə bir xahişim var. Videonu bəyənək zəhmət olmasa, maksimum şəkildə ətrafımızla paylaşaq və dəyərli rəylərimizi yazmağı unutmayaq. Yəni mən çalışacağam ki, sizlər üçün ödənişsiz şəkildə sınaqlar təşkil edim. Amma sizlərdən də sadəcə gözlədiyim, qeyd etdiyim bəyənmə, ətrafla paylaşma və sizin dəyərli fikirlərinizdir. Bu mənim üçün kifayətdir. Belə, indi isə sizə digər məlumatı vermək istəyirəm. Deməli, qısa bir məlumat verim. Bizim yanvar ayında inşallah, yanvar ayının 5-i üçün yeni qruplarımız fəaliyyətə başlayacaq. Dərslərə sıfırdan başlayırıq, yəni ilk mövzudan başlayaraq keçəcəyik. Təbii ki, çıxarılan mövzular var, bilirsiniz, yeni qiymətləndirmə çərçivəsi təqdim olundu və orada çıxarılan mövzular var. Çıxarılan mövzuları keçməyəcəm, çünki əlavə yükləməyə gərək yoxdur. Amma proqramda, qiymətləndirmə çərçivəsində nə vardısa, çalışacağam ki, hər birisini sizlərə ətraflı şəkildə tədris edim. Və dediyim kimi, yanvar qrupları ilə bağlı məlumat almaq üçün ekranda gördüyünüz 070 855 53 73 nömrəsinə WhatsApp üzərindən yazaraq ətraflı məlumatlar əldə edə bilərsiniz. Dediyim kimi, yanvarın ilk həftəsi başlayırıq inşallah. Bütün proseslə bağlı məlumatlar isə orada sizə təqdim olunacaq, yəni yazan zaman. Və qeyd edim ki, güzəştimizdə var bizim yanvar qrupu ə, ödəniş baxımından da müəllimləri tam şəkildə nəzərə alır. Belə, indi isə gəlin sınağın izahına başlayaq. Hə, mobil tətbiqimizin yükləmə linki isə bu videonun aşağı rəy bölümündə olacaq. Videonun rəy bölümünə toxunarsınız, orada mobil tətbiqin yükləmə linki olacaq. Həm Androidlər üçün yükləmə linki var, həm də iOS sistemlər üçün. Yəni iPhone işlədən müəllimlər də yükləyə biləcək, eyni zamanda Android sistem cihazlar işlədən müəllimlər də yükləyə biləcək. Hər iki sistem üçün olan linklər bu videonun rəy hissəsində qeyd olunacaq. Belə, birinci sualımızdan başlayırıq. Birinci sual deyir ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Gəlin müəyyən edək, sonra variantlara baxaq. Qələmi götürdük. Uyğunluq dedikdə ilk növbədə məlumat verim ki, doğruya doğru yazılıbsa götürürük, yanlış fikrə yanlış yazılıbsa biz bunları uyğunluq kimi götürürük. Yəni uyğunluq bu deməkdir. Birinci sual. Şagird hər zaman dərsə vaxtında gəlir, tapşırıqlarını məsuliyyətlə yerinə yetirir. Bir gün isə dərsə gecikir və müəllim şagirdinin hər zaman məsuliyyətli olduğunu nəzərə alaraq onu həmin an dərsə gecikməməklə bağlı tənbih edir. İlk növbədə biz baxarıq ki, hə, şagird məsuliyyətlidir və guya ki, müəllim də onu nəzərə alır, amma axırda artıq görür ki, işlər yaxşı yolunda getmir. Müəllim onu dərs zamanı həmin an dərsə gecikməklə bağlı tənbih edir. Axı bu doğru yanaşma deyil. Şagirdimiz məsuliyyətli şagirddir. Bir dəfə dərsə gecikib, belə hal ola bilər. Amma bu halla bağlı həmin an reaksiya vermək həm prosesin pozulması, həm də reaktiv müəllim yanaşmasıdır artıq. Yəni proaktiv müəllim bunu etməz. Ona görə bu yanlış yanaşmadır. Həmçinin yazır tənbih etmə. Yanlışa doğru yazıblar deyə bunu götürə bilmərik. Uyğun deyil. Müəllim dərs zamanı iki şagirdin mübahisə etdiyini görür və onlara müraciət edərək səssiz olmalarını xahiş edir. Baxın, onlara müraciət edərək səssiz olmalarını xahiş edir. Biz bilirik ki, verbal reaksiya təlim prosesində doğru yanaşma deyil. Çünki verbal reaksiya zamanı digər şagirdlərin də diqqətini poza bilərik. Biz ümumiyyətlə dərs prosesinin pozuntularına iki tip reaksiya var.
Verbal reaksiya var, qeyri-verbal reaksiya var. Verbal reaksiya sözlü şəkildə çağıraraq reaksiya verməkdir. Filan kəs, bəhmən kəs, sakit dayan görüm, məsələn deyirəm, amma təbii ki, biraz da sadə loru dildə. Hə, bu tipli filankəs, bəhmənkəs deyib çağırmaq artıq verbal reaksiyadır ki, bu da düzgün yanaşma deyil. Müəllim də onu edib. Əslində qeyri-verbal reaksiya, yəni səssiz şəkildə veriləcək reaksiya daha məqsədə uyğun sayılır. Belə, müəllim çağırıb deyə bu yanlışdır. Yanlışa da yanlış yazıblar. Bu uyğun gəlir artıq. Fikir verin müəllimlər. Gəlin götürək. Bu uyğunluqdur. Müəllim sual verən zaman şagirdə birbaşa cavab verməyərək onu sual verən şagirdə. Müəllim sual verən şagirdə birbaşa cavab verməyərək onu cavabı özü tapması üçün müəyyən bir resursa yönəldir. Doğrudur bu. Bu doğru bir yanaşmadır. Yəni müəllimin suala cavab vermə strategiyalarından biridir. Birbaşa cavab vermək əvəzinə hər hansı bir resursa yönəldir. Doğruya doğru yazırlar. Gəlin 3-ü də götürək. 2-3 bizim cavabımız olacaq müəllimlər burada. Uyğunluq burada gözlənilibdir. 4-də deyir, şagird sinif adından getdiyi bilik yarışında yüksək nəticə əldə edir və müəllim digər şagirdlər üçün də motivasiya olsun deyə onlara çalışın ki, siz də yoldaşınız kimi yüksək nəticələr əldə edin, deyir. Doğrudurmu bu? Yanlışdır. Siz də yoldaşınız kimi yüksək nəticələr. Müəllim burada nümunə göstərib müqayisə aparır. Və biz bilirik ki, bu tipli bir nəfəri digərlərinə nümunə göstərmək, müqayisə aparmaq sonda bullying hallarına, zorakılığa, qısnamalara kimi gətirib çıxara bilir. O baxımdan doğru yanaşma deyil bu. Yanlış fikirdir, yanlışa doğru yazılıb deyə uyğunluq gözlənməyib götürmədik. Cavab 2 ilə 3 oldu. Hər birisini bir-bir izah elədim ki, cavablar sizə aydın olsun. Cavabımız oldu B variantı. Gəlin keçək növbəti suala. İkinci sual. Təsvir olunan iş üsullarını müəyyən edin. Müəllim şagirdlərə düşünün ki, zəlzələ baş verir və siz evdəsiz. Belə bir vəziyyətdə nə edərsiniz deyə real hadisəni əks etdirən sual verir. Şagirdlər fikirlərini bildirir və əsaslandırırlar. Baxın. Düşünün ki, zəlzələ baş verir. Siz evdəsiz nə edərsiniz və s. Real hadisə verir. Önəmli olan açar məqam burada əslində real hadisədir. Real hadisə də hardaydı? İnsident iş üsulunda. Bu formada tətbiqi olur, baş tutur. Təbii ki, bunun davamı da var. Bu üsulda mətn hissələrə bölünür və hər qrupa mətnin bir hissəsi təqdim olunur. Və bu üsul şagirdlərdə dinləyib anlama, oxuyub anlama bacarıqlarını formalaşdırır. Söhbət təbii ki, ziqzaq iş üsulundan gedir. İnsident və ziqzaq görək hardadır? D variantında. Keçək 3-cü suala. Effektiv rəyi müəyyənləşdirin. Effektiv rəy ilə bağlı da bizim suallarımız çox olacaq. Dediyim kimi, növbəti mərhələlərdə də düşünürəm ki, sınaqlar təşkil edim. Mən bu sınaqlarda həm müəllimlərin işə qəbul imtahanına, həmçinin sertifikasiya imtahanına hazırlaşan müəllimləri nəzərə alacağam inşallah. Effektiv rəyi müəyyənləşdirin. Effektiv rəy şagirdə verilmiş konstruktiv, spesifik, ətraflı verilən rəydir. Şagirdi gələcəyə yönəldən rəydir. Ona istiqamət verən rəydir. Effektiv rəy. A-ya baxırıq. Zamanında çalışsaydın, yaxşı nəticələr əldə edə bilərdin. Çalışsaydın, əldə edə bilərdin. Qaldı keçmiş zamanda. Rəy keçmişə yönəlik olduqda yanlış sayılır. Bununla bağlı mənim izahım var YouTube kanalımızda. Hətta mobil tətbiqimizdə də var. Mobil tətbiqimizdən daha əl çatandır sizlər üçün. İctimai izahlar bölümü var, oradan tapa bilərsiniz rahatlıqla. Bu doğru deyil. Keçmişə yönəlib. Çox yaxşı. Sən bu fənn üzrə mükəmməl biliyə sahibsən. Bu da doğru deyil. Mükəmməl biliyə sahibsən demək şagirdə nəsə vermir. Ümumiyyətlə, sən ağıl dəryasısan, səndən yoxdur, iti zəkan var, güclü yaddaşa sahibsən. Bu ifadələr emosiyalara yönəlik rəylərdir. Həmçinin sən beləsən, sən eləsən demək özü də ego yönümlü rəyə gətirib çıxarır. Yəni şagirdə müəyyən qədər ayırıb seçmiş oluruq ki, doğru yanaşma deyil. Yəni bu tipli tərif də olmaz. Mükəmməlsən, ağıl dəryasısan, bu şagirdə nəsə vermir. C-də deyir. Afərin. Dünən özünü ifadə edən zaman nitqində səhvlərə yol vermədin. Amma biraz həyəcanlı görünürdün. Çalış ki, çoxlu çıxışlar et və bu həyəcanı aradan qaldır. Bəzi olur ki, mən yoxlamışam öz imtahanlarımda. Müəllimlər C variantına üstünlük verir və böyük çoxluq deyərdim ki, C variantını götürür doğru cavab kimi. Əslində C də yanlışdır. Deyirsiniz, müəllim, niyə?
Biz hər zaman deyirik ki, rəyi zamanında vermək lazımdır. Mən izahlarımda deyirəm, dəmiri isti-isti döyərlər. Yəni bu günün rəyini sabaha saxlamaq məqsədə uyğun deyil. Çünki sabahın da öz məqsədləri var və məqsədə uyğun rəyləri var. Sabahın öz işi var. Fikir versəz müəllim burada dünən deyir. Yəni bu rəyi dünən verməli idi əslində. Müəllim saxlayıb sabahsı günə və şagirdə deyir ki, afərin, dünən belə çıxış etmişdin. Ehtiyac yoxdur artıq. Sən oraya gecikdirmisən. Dünən sırağa gün belə iştirak etmişdin demək gecikmiş rəydir. Məqsədə uyğun deyil. Rəy gün ərzində, yəni həmin dərsdə veriləndə məqsədə uyğun sayılır və daha şagird üçün yararlı olur. D variantında deyir, əhsən, sənə verilən tapşırıqları çox yaxşı yerinə yetirmisən. Çox yaxşı yerinə yetirmisən. Baxın, çox yaxşı. Bu ifadə ümumidir. Yəni bunu niyə götürmədik? Birdən soruşarsınız. Bu ifadə ümumidir. Spesifik deyil. Əhsən, çox yaxşı yerinə yetirmisən və bitdirək. Elə bundan da bitdi. Çox yaxşı, çox gözəl. Bu tipli yanaşma da əslində şagirdə nəsə vermir. Məsələn, əsəri çox yaxşı danışdın. Hə, nə oldu? Ümumi bir rəydir bu. Yəni çox yaxşının altında nə dayanır? Niyə çox yaxşı dedin şagirdə? Əsəri çox yaxşı danışdın, axı bitmir məsələ. Çox yaxşı ümumi bir rəydir. Niyə çox yaxşı danışdı? İntonasiya ilə mı danışdı? Ardıcıllığımı qorudu? Sistemliyimi qorudu? Əhatəliyimi qorudu? Nə oldu? Nə baş verdi ki, sən ona çox yaxşı dedin? Bunu spesifik ver də. Sistemlidirsə sistemlidir, ardıcıllığı qoruyubsa, əhatəli danışıbsa, dolğun danışıbsa, onu qeyd elə. Bunlar qeyd olunursa rəy spesifik olur və doğru olur. Amma çox yaxşı ümumi bir rəydir. Bəzən bu valideynlərə qarşı da bu tipli cavablar verilir. Məsələn, valideyn övladını soruşur, müəllim deyir: "Çox yaxşıdır dərslərdən." Hansı cəhətdən yaxşıdır? İntizam baxımındanmı? Sonra hazırlıq baxımındanmı? Ünsiyyət baxımındanmı? Sosial bacarıqların hansı, nə? Biraz aç da bu məsələni. Yəni bu ümumi yanaşmada olmaz. Mən özüm sizə ətraflı məlumat verirəm ki, həmçinin sizin üçün bir bu izah olsun da, niyə görə bunu yanlış götürdük. E variantına gəlirik. E variantı təbii ki, artıq doğru cavab olacaq. Komanda işində əməkdaşlığın yaxşıdır. Yoldaşlarını sona qədər dinləyirsən. Baxın, müəllim burada açır məsələni. Əməkdaşlığın yaxşıdır. Yoldaşlarını sona qədər dinləyirsən. Lazım gələndə kömək edirsən. Biraz səs tonunu idarə etməyi öyrənməyə ehtiyac var. Eyni zamanda şagirdə istiqamət də verməyə çalışır. Bəzən çox ucadan danışırsan, buna diqqət elə. İstiqamət verdimi? Verdi. Tamamilə doğru rəydir. Spesifik deyib, bəli. Ətraflı rəy verib müəllim? Bəli, verib. Şagirdin müsbətlərini vurğulayıb? Vurğulayıb. İnkişafa ehtiyacı olan tərəflərdən danışıb? Bəli. Deyir, biraz səs tonunu idarə elə və çox ucadan danışırsan, buna diqqətlə. Adam həm də şagirdin inkişafa ehtiyacı olan tərəfə toxunub, ona yön verib. Tamamilə doğru rəydir. Keçək növbəti suala. Dərs zamanı şagird əlini qaldırmadan birbaşa müəllimin sözünü kəsirək suallar verir. Bu situasiya ilə bağlı hansı fikir doğrudur? A variantında deyir, müəllim reaktiv yanaşmadadır və bu halı tənzimləyəcək proseduru yoxdur. Cavab elə budur. Heç burada uzatmağa ehtiyac yoxdur. İki müəllim yanaşması var. Proaktiv müəllim var, reaktiv var. Proaktiv müəllim, mən hər zaman deyirəm, proversiya, yəni daha üstün bacarıqlara sahib olan müəllimdir, planlı müəllimdir, problemlərin qarşısını almağı bacaran müəllimdir. Amma reaktiv müəllim tam əksinə, plansız müəllimdir. Və bizim bu müəllimimizin görürük ki, prosedurları, dərs idarə etmə bacarıqları kifayət qədər deyil. Ona görə cavab A variantıdır. Şagirdin əlini qaldırmadan birbaşa proses pozması sinifdə prosedurun olmamasından xəbər verir. Gəlin baxaq 5-ci suala. Hə, burada variantları birdən deyərsiniz. Baxın, B-də deyir proaktiv yanaşmadadır, C-də deyir şagirdin biliyi və bacarıq səviyyəsi aşağıdır. Bu şagirdin biliyi və bacarığı ilə əlaqəli olan məsələ deyil. Yəni burada müəllimin yönləndirməsi doğru deyil. O baxımdan A variantını götürdük. D-də deyir müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə alır. E-də deyir şagird yönümlülük prinsipi reallaşıb. Tamamilə hər birisi yanlışdır. A variantı situasiya ilə bağlı doğru cavabdır. 5-ci sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin deyir. Uyğunluq dedikdə doğru sütunda doğru olanı, yanlışda isə yanlış olanı tapıb götürməliyik.
Biz görürük ki, bu cədvəl Daniel Goleman emosional zəka nəzəriyyəsi ilə bağlıdır. Birinci sualda deyir: müzakirə zamanı əsəbləşən şagird əsəbini sakitləşdirmək üçün müəllimdən vaxt istəyir. Əsəbini sakitləşdirmək üçün müəllimdən vaxt istəyir. Biz görürük ki, həmin şagird təmkinli rəftar etməyi bacarır. Yəni rasional düşünür və anında bunu bacarır. Deməli özünü idarə etməyi bilir. Burada özünü dərk yazıb, özünü dərk mərhələsi deyil bu. Özünü dərk birinci mərhələdir. Özünü dərk belə bir situasiyada özünü idarə edə bilmir və hücuma keçir, davaya keçir. Amma bu mərhələyə biz nə deyirik? Baxın, bu situasiya, özünü idarə. Özünü şagird idarə etməyi bacardı. Biri götürmədiyi ona görə şagird istənilən birgə fəaliyyətdə uğurlu liderlik nümayiş etdirir. Uğurlu liderlik nümayiş etdirirsə, onun deməli sosial bacarıqları var və bu münasibətlərin idarə edilməsi deməkdir. Gəlin ikini götürək, doğrudur. Üçə baxırıq, yanlış üstündə yanlışı tapmalıyıq. Şagird summativdən aşağı nəticə əldə edən yoldaşının məyus olduğunu görüb ona yaxınlaşır. Məyus olduğunu görüb yaxınlaşır. O yoldaşının halını, əhval-ruhiyyəsini başa düşürsə, analiz edə bilirsə, onda deməli empatiya hissi var. Empati yazaq. Və bu sosial məlumatlılığa aiddir. Özünü idarə etmə yazıb yanlışdır. Onu da gəlin götürək bunu. 3 yanlışdır. 2 doğru, 3 yanlış. Cavabımız oldu B variantı. B. 4-də deyir, şagird yoldaşının ona dediyi sözə görə əsəbləşərək dava edir. Dava edən birinci mərhələdir. Özünü dərk. Tamamilə doğru. Belə. Cavabımız 2-3 oldu. Gəlin keçək 6-cı suala. Rubriklə bağlı verilənlərdən hansı yanlışdır? Rubrikin öyrənmə prosesindən əvvəl şagirdlərə bildirilməsi onların öz öyrənmələri ilə bağlı ətraflı təsəvvürlərinin olmasına imkan verir. Təbii ki, doğru fikirdir bu. Rubrik ümumiyyətlə qiymətləndirmə cədvəlidir, meyarları olan qiymətləndirmə cədvəli. Rubrikdəki meyarlar mütləq təlim nəticəsinə uyğun olmalıdır, razıyıq. Meyarlara uyğun təlim nəticəsi prosesin məqsədi deməkdir, yəni məqsədə uyğun olmalıdır. Meyarlara uyğun keyfiyyət səviyyələrinin təsviri şagirdlərə səviyyələr arasındakı fərqi aydın formada göstərməlidir. Bəli, yəni çox yaxşı, yaxşı, kafi, qeyri-kafi fərqlərin şagird o təsvirlərlə bilir də. Rubrikdən istifadə qiymətləndirmə prosesini daha operativ edir. Bu da doğrudur. Rubrikdən istifadə sinif fəaliyyətlərini ardıcıllıqla yerinə yetirməkdə müəllimə və şagirdə kömək edir. Sinif fəaliyyətlərini ardıcıllıqla yerinə yetirməkdə kömək edən prosedurdur. Prosedur. Rubrik deyil, yəni prosedurdur bu. O baxımdan E variantı yanlışdır. Prosedura aid olan fikri gətirib rubrikə yazıblar ki, çaşdırsınlar. Keçək 7-ci suala. Qələmi götürdük. Müəllim yeni materialı şagirdlərə hissə-hissə təqdim edir və hər hissədən sonra şagirdlərin bu material ilə bağlı tapşırıqları yerinə yetirməsinə şərait yaradır. Situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Deməli, şagirdlərə yeni materialı hissə-hissə təqdim edir və hər hissədən sonra onunla bağlı tapşırıqları yerinə yetirməyə şərait yaradır. Çox gözəl. A-da deyir, müəllim şagirdlərə materialı tam şəkildə mənimsətməyə çalışsa, təlim prosesini daha effektiv hala gətirə bilər. Bu yanlış yanaşmadır, bilirik. Əgər material hissələrə bölünməlidirsə və bu lazımdırsa, müəllim bunu uyğun görübsə, deməli çox doğru bir yanaşmadır. Tam şəkildə mənimsətmək burada artıq doğru cavab deyil. Müəllim Lawrence Kalberg nəzəriyyəsinə və scaffolding yanaşmasına istinad edərək materialı şagirdlərə hissə-hissə təqdim edir. Burada scaffolding var, doğrudur. Yəni Levi-Goski nəzəriyyəsinə istinad edir müəllim. Levi-Goski də bilirsiniz deyir ki, sadədən mürəkkəbə irəliləyək. Lazım gələrsə, əgər material böyükdürsə, iri həcmlidirsə, onu hissələrə də parçalaya bilərik. Bu scaffolding deməkdir. Amma Kalberglə bağlı burada nəsə yoxdur. Ona görə götürmürük. Yəni bir dənə yanlışımız var artıq, ona görə götürmədik. Müəllim birbaşa təlimi reallaşdırır və scaffolding yanaşmasına istinad edir. Scaffolding var, biraz əvvəl dedik, bu doğrudur. Birbaşa təlimi reallaşdırır. Bəli, varmı? O da var. Çünki birbaşa təlimdə Rozenşayn prinsipləri var. Bilirsiniz, Rozenşayn da eynilə bu tipli bir yanaşma irəli sürüb ki, materialları lazım gələrsə hissə-hissə şagirdlərə təqdim et. Yəni bunun hər hansı bir yanlışlığı yoxdur. O baxımdan cavab C variantı. Həm birbaşa təlim var, Rozenşayn prinsipləri icra olunur, həm də scaffolding. Cavabımız C. Sonra D-də deyir, müəllim differensial təlimə istinad edir. Lakin Rozenşayn təlim prinsiplərini nəzərə almır. Elə biraz əvvəl deyir ki, Rozenşayn var burada. E-də deyir, müəllim birbaşa təlimi reallaşdırır. Karl Jung nəzəriyyəsinə istinad edir. Karl Jungla da bağlı nəsə yoxdur, ona görə çıxdı.
Cavab qaldı C. Keçək növbəti suala. 8-ci sual. Aha. Müəllim soruşur. Bir şagird məktəbdə telefon işlətməyin qadağan olunduğunu bilə-bilə sinifdə gizlincə telefondan istifadə edir. Bu davranışa münasibətin necədir? Şagird cavab verir. Cəzalandırılmalıdır. Çünki qaydalar hamı üçün qoyulub. Əgər qaydaları bir nəfər pozsa və heç nə olmasa, onda digərləri də pozar və məktəbdə xaotik mühit yaranar. Fikir versinizmi? Sosial nizamın qorunmasına tərəfdardır adam. Qayda-qanun tərəfdarıdır. Deyir cəzalandırılmalıdır, çünki qaydalar hamı üçündür. Bunu deyən kim idi? Üstəgəl deyir ki, əgər o bir nəfər pozsa, sonra bu hal yayılacaq və sinifdə xaos yaranacaq, məktəbdə xaos yaranacaq. Yəni olan o nizam ki var məktəbdə, pozulacaq həmin nizam və istəmir pozulsun, nizamı qorumağa çalışır. Səlahiyyət və sosial nizamı qoruyan insanlar. Bu insanlar hər zaman qayda-qanun tərəfdarıdır. Gəlin 9-cu sualımıza baxaq. Müəllim tədris zamanı daha çox heterogen qruplar təşkil etməyə üstünlük verir. Eyni zamanda lazım gəldikdə homogen qruplar da formalaşdırır. Müəllimin bu metodu haqqında doğru fikri müəyyən edin. Ümumiyyətlə qeyd edim ki, dərs zamanı heterogen qruplardan da istifadə etmək olar, homogen qruplardan da istifadə etmək olar. Müəllim əgər daha çox heterogen qruplar təşkil etməyə üstünlük verirsə, bu da yanlış deyil. Çünki o homogeni tamamilə çıxarır və ya homogen qrupları qəbul etmir. Belə bir ifadə işlədilməyib. Deyir, eyni zamanda lazım gəldikdə homogenlərdən də istifadə edir, homogen qrupdan. Doğrudur bu da. Yəni müəllimin bu yanaşmasında hər hansı bir problem yoxdur. Və gəlin sizə məlumat verim, heterogen və homogen nə deməkdir? Hetero sözünün mənası müxtəlif deməkdir. Heterogen qruplar təhsildə müxtəlif öyrənmə xüsusiyyətlərinə sahib olan şagirdlərin cəmləşdiyi qrup anlamına gəlir. Homogen sözündə isə homo sözünün mənası eyni deməkdir. Homogen qruplar isə təhsildə eyni xüsusiyyətli şagirdlərin bir qrupa yığılması, toplaşması deməkdir. Aydındırmı? Müəllim istədiyindən istifadə edə bilər. Məqsədə görə dəyişir bu. A-da deyir ki, müəllimin heterogen qruplar formalaşdırmağı məqsədə uyğundur, lakin homogen qruplar formalaşdırması isə tədris prosesində edilən səhvlərdən biri sayılır. Niyə səhv sayılsın? Əgər belə anlayışlar vardırsa, deməli istifadə olunması normaldır. Yəni bu niyə səhv olsun? B-də deyir ki, müəllim vəziyyətə görə ya heterogen, ya da homogen qruplar təşkil edə bilər. Tamamilə razıyıq. Müəllim prosesə görə, dərsin məqsədinə görə ya heterogen, ya da homogen qruplar seçə bilər. C-də deyir ki, müəllimin tədris zamanı homogen qruplara yer ayırması daha məqsədə uyğundur. Burada da deyir ki, homogenə yer ayırması daha məqsədə uyğundur. Bu verilən sualla bağlı doğru fikir deyil. Əslində tədris zamanı heterogenlərə yer ayırmaq daha məqsədə uyğundur. Bu belədir. Amma homogendən də istifadə edə bilərik. Burada əksin yazıblar. Homogenə daha çox yer ayrılmalıdır. Biz amma nə görürük? Heterogenə daha çox yer verilməlidir. Amma dediyim kimi məqsədə uyğun gələrsə homogendən də istifadə etmək olar. Məhdudiyyət yoxdur. Bu bizim doğru cavabımız deyil artıq. D-də deyir homogen qrupların yaradılması sinifdə diferensial yanaşmanın olduğunu göstərir. Homogen yox, heterogen siniflərdə diferensial yanaşma tətbiq olunur. E-də deyir ki, tövsiyə olunur ki, ancaq heterogen qruplardan istifadə olunsun. Bu da çıxdı sıradan. Belə. İndi gəlin keçək digər suala. Burada cavab B variantı oldu. 9-cu sualda. Keçək digər suala. Müəllim şagirdlərə belə bir tapşırıq verir. Sinifdəki döşəmə taxtların en və uzunluğunu ölçərək döşəməni həm örtmək üçün tam örtmək üçün tam örtmək üçün neçə kvadrat metr material lazım olduğunu hesablayın deyir. Tapşırıq biliyin və təfəkkürün hansı növünə, taksonomiyanın isə hansı mərhələsinə uyğun gəlir? Baxın, sinifdəki döşəmə taxtlarının en və uzunluğunu ölç, döşəmənin tam örtmək üçün neçə kvadrat material lazım olduğunu hesabla. Neçə kvadrat metr? Burada müəllim şagirdə hər hansı bir düstur veribmi? Xeyr. Əgər müəllim şagirdə düstur vermirsə, şagird real situasiyada öz bilik və bacarıqlarını icra etməyə çalışırsa, biz buna nə deyirdik? Tətbiq mərhələsi. Tətbiq. Əgər hazır düstur verilsə, anlamı olacaq. Ha, hazır düstur olsa anlamı. Amma burada tətbiqdir. Düstur falan verilməyib.
Eyni zamanda bir proses gedirmi? Alqoritm icra olunacaqmı? Bəli, bunun hesablaması zamanı artıq riyazi əməliyyatlar baş tutur. Prosedural bilik. Prosedural bilik. Daha sonra hansı təfəkkürdür? Aşağı təfəkkür səviyyəsidir. Məntiqi təfəkkür. Riyazi əməliyyatlarda əsasən bilirik məntiqi təfəkkürdə olur. Tətbiq, prosedural məntiqi təfəkkür cavab oldu D variantı. 11-ci suala baxırıq. Bunu kiçildi artıq çünki görmək olmur. Şagird elə yenə də görə bilmədik. Elə belə baxaq müəllimlər. Sonra aşağı çəkirəm baxarıq. Şagird tədris ilinin əvvəlindən yoldaşı tərəfindən xoşagəlməz ifadələrlə incidilir, lakin bu halları müəllimə bildirməkdən çəkinir və artıq belə hallara dözməyən şagird evdə valideyninə bu məsələ ilə bağlı məlumat verir. Valideyn isə bu vəziyyəti müəllim əvəzinə rəhbərliyə yaxınlaşaraq onlara ətraflı şəkildə bildirir. Situasiya haqqında nə demək olar? Baxın, şagird müəllimə bildirməkdən çəkinir. Bu bir problem. Üstəgəl valideyn də müəllimə bildirmir, gedir rəhbərə yaxınlaşır, rəhbərliyə bildirir. Müəllimə heç kim heç bir məlumat vermir. Nədir bu problem? Situasiya haqqında nə deyə bilərik? Situasiyaya nəzər salarkən sinifdə avtoritar üslubun hökm sürdüyü müşahidə olunur. Bəli, bu hissəylə razıyıq. Lakin müəllimin valideynlərlə münasibəti haqqında bunu demək olmaz. Baxın, müəllimə bildirmədən çəkinirsə, deməli burada demokratik üslub deyə bilmərik. Bu artıq uyğun gəlmir. Avtoritardır. Bu doğrudur bu hissəsi. Amma digər tərəfdə deyir ki, lakin müəllimin valideynlərlə münasibəti haqqında bunu demək olmaz. Yəni valideynlərlə münasibətdə o avtoritarlıq yoxdur. Amma görürük ki, o da var. Çünki valideyn belə müəllimə yaxınlaşmır. Görün vəziyyət necədirsə, şagird də demək istəmir, müəllim də demək istəmir. Daha doğrusu valideyn də demək istəmir. Valideyn belə müəllimə yaxınlaşmır. Deməli, elə müəllimin valideynlərlə də münasibətində avtoritarlıq var. A çıxdı sıradan. Hər ikisində var. A-da deyir valideynlə münasibətə aid deyil, aiddir. B-də deyir ki, sinifdə demokratik üslubun prinsiplərinə əməl olunduğunu görürük. Olunmadığı görünür. Lakin müəllimin valideynlərlə korporativ münasibətlər qurduğunu deyə bilərik. Korporativ münasibətlər falan yoxdur burada. Yəni əməkdaşlıq münasibətləri yoxdur. Olsaydı valideyn gəlib birinci müəllimə deyərdi. Bu da yanlışdır. Şagird verbal bullyingə məruz qalır, lakin sosial bacarıqlara sahib olduğu üçün bu halı mədəni şəkildə gizlədir. Mədəni şəkildə bullyingi gizlətmək də olur bəyəm? Yəni gizlətməyin mədənisi də olur. Bu absurddur. Doğru cavab deyil. Sosial bacarıqlara sahib olan niyə gizlətsin bu məsələni? D-nəyə baxaq. Sinifdə avtoritar üslubun xüsusiyyətləri özünü göstərir. Eyni zamanda müəllimin valideynlərlə korporativ münasibətlər qurmadığını görürük. Tamamilə razıyıq. Cavab D variantıdır. Həm avtoritar üslubdan xəbər verir bu. Çünki şagird çəkinir. Deməli, sağlam mühit tam formalaşmayıb. Eyni zamanda valideynlərlə müəllim arasında da korporativ münasibətlər yoxdur, əməkdaşlıq münasibətləri yoxdur. Valideyn müəllimə demir sözünü. Yəni, doğru cavab D variantıdır. E-də deyir müəllim proaktiv yanaşmadan istifadə edir, tamamilə yanlışdır. D variantı. Keçək 12-ci suala. Böyüdək bunda. Müəllim şagirdlərə yazdıqları esseləri dəyərləndirmələri üçün çek-list təqdim edir. Çek-list yoxlama siyahısı deməkdir. Yoxlama siyahısı. Yoxlama siyahısı vasitəsilə şagird bir növ özünü qiymətləndirir, öz fəaliyyətini qiymətləndirir, işini qiymətləndirir. Bu da təbii ki, dəyərləndirmə mərhələsinə uyğun gəlir əsasən. Çünki burada mühakimə yürüdəcək şagird öz fəaliyyətinə bağlı. Bir də tənqidi təfəkkür. Cavab B variantı. B. Dəyərləndirmə, tənqid, təfəkkür. Keçək növbəti suala. Ədəbiyyat dərsində götürək. Bir dəqiqə. Ədəbiyyat dərsində müəllim şagirdlərə İsmail Şıxlının Dəli Kür romanından tapşırıqlar verir. Şagirdlərdən biri müəllimə yaxınlaşaraq xahiş edir. Biz bir neçə yoldaş bu əsərlə bağlı rollu oyun qura bilərikmi? Müəllim isə bu təklifə razılıq vermir. Situasiya haqqında nə demək olar? Müəllim tapşırıq veribdi və şagirdlərdən biri xahiş edir ki, rollu oyun qura bilərikmi bir neçə yoldaş aramızda? Yəni kinestetik öyrənəndir, bəlli məsələ. Müəllimdən də bir xahiş edir. Biz onu əslində differensial yanaşsaq nəzərə almalıydıq müəllim olaraq. Görün müəllim nə edib? Gəlin baxaq. Bizdən doğru fikir istəyir. Yəni nə demək olar bu situasiya ilə bağlı?
A-da deyir, burada müəllimin məqsədi şagirdlərə oxuyub anlama bacarıqlarını formalaşdırmaqdır şagirdlərdə və məhz ona görə şagirdin təklifi ilə razılaşmır. Amma burada biz baxdıqda elə bir məqsəd görmürük. Yəni A variantı birdən götürərsiniz, hər zaman fikirləşin. Situasiyada müəllimin məqsədi qeyd olunubmu? Burada deyir müəllim məqsədi oxuyub anlamadır. Onu formalaşdırmaq istəyir. Amma situasiyada elə bir söz yazmayıb. Elə bir cümlə yoxdur. Sadəcə müəllim tapşırıq verib. Amma orada qeyd olunmayıb ki, müəllimin məqsədi oxuyub anlamanı formalaşdırmaqdır, müəllimin məqsədi yazı bacarığını formalaşdırmaqdır. Belə bir ifadə qeyd olunmayıb. Ona görə A-nı götürmürük. B-də deyir, müəllim dərsin məzmun komponentində differensial yanaşma nümayiş etdirmir və beləcə şagird potensialının tam şəkildə reallaşmadığını görürük. Şagird potensialının tam şəkildə reallaşmadığı görünür. Bəli, bununla razıyıq biz. Bu fikir doğrudur. Amma yuxarıda qeyd olunub ki, məzmun komponentində differensial yanaşma. Xeyr, bu məzmun deyil axı. Bu görürük ki, proses komponentidir. Yəni iş gedir artıq, iş başlayır. İş başlayırsa, söhbət proses komponentindən gedir. Müəllim prosesdə differensial yanaşmır. Məzmunla əlaqəsi yoxdur bunun. Çıxdıq sıradan. Müəllimin sinifdə inklüziv mühiti tənzimləməyə çalışır ki, hər bir şagird verilən tapşırığı yerinə yetirsin. Buna biz inklüziv mühit demirik. Yəni şagirdin marağını nəzərə almamışıqsa, şagird tələbatını nəzərə almamışıqsa, inklüziv də demək doğru çıxmır. Müəllim dərsin proses komponentində differensial yanaşma nümayiş etdirmir və beləcə şagird potensialının tam şəkildə reallaşmadığını görürük. Razıyıq. Proses komponentində differensial yanaşma göstərilməyib şagirdə və şagird potensialı qalab-arxa plandır. Doğrudur. Bəlkə onlar rollu oyunu o qədər möhtəşəm şəkildə təqdim edəcəkdi ki, bütün sinif ayaq üstə alqışlayacaq idi. Amma müəllim bunun qarşısını aldı. Yəni D variantında proses komponentində differensial yanaşılmayıb. Cavab D. E-də qeyri-verbal bullyingə məruz qalır deyir şagird, amma qeyri-verbal bullyinglə bağlı nümunə yoxdur burada. Qeyri-verbal bilirsiniz, sözsüz, işarələrlə baş verən qısnama hallardır. Burada da elə bir hal yoxdur. 14-cü sual. Şagirdlər məktəbdə enerjiyə qənaət mövzusunda fəaliyyətlərə başlayırlar. Gəlin böyüdək biraz da. Hə. Onlar əvvəlcə enerji sərfiyyatını ölçür, sonra qənaət yollarını müəyyən edir və sonda müəllimə enerji qənaəti üçün hazırlanmış cihazın prototipini təqdim edirlər. Hansı təlim modeli və inteqrasiya reallaşmış olur? Burada biz fikir versək, məktəbdə enerjiyə qənaət mövzusunda fəaliyyətə başlayırlar. Bu əslində real bir məsələ, real bir problemdir. Enerji sərfiyyatı real bir problemdir. Şagirdlər isə enerjiyə qənaətlə bağlı çalışmalara başlayır və enerji sərfiyyatını ölçürlər, sonra qənaət yollarını müəyyən edirlər, müəllimə enerji qənaəti üçün hazırlanmış cihazın prototipini təqdim edirlər, yəni məhsul da verirlər. Və biz bilirik ki, əgər bir problemin həlli ilə bağlı, söhbət real problemdən gedir, məhsul təqdim olunursa, o layihə əsaslı öyrənmədir. Qaldı A, C, E. Sonra burada görürük ki, real problemin həlli də var artıq. Yəni həll yollarını müəyyən edib, üstəgəl onunla bağlı bir məhsul da hazırlayırlar, bir prototip də təqdim edirlər. Bu fənüstü inteqrasiyanı da göstərir. Yəni buna fənüstü deməyin də bir problemi yoxdur. Fənüstü inteqrasiya. Eyni zamanda fənlər arası fənüstü varmı? Bəli, real problemi şagirdlər həll ediblər. Təbii ki, bu problemin həlli zamanı onlar fənüstü inteqrasiyanı reallaşdıracaq. Əlavə fənlərarası inteqrasiya da var. Yəni layihə əsaslı təlim modeli, fənlərarası fənüstü inteqrasiya. Fənlərarası niyə var? Yadda saxlayaq ki, layihə əsaslı təlim modelində fənlərarası inteqrasiya qaçınılmazdır. Enerji sərfiyyatını ölçür. Fizika ilə bağlı biliklər lazımdır. Enerji məsələsi, enerji anlayışı. Sonra prototip hazırlayır, texnoloji bacarıqlar lazımdır. Sərfiyyat ölçür, hesablama bacarığı lazımdır. Bu da aparır bizi riyaziyyata. Yəni fənlərarası da var, fənn üstü ilə də təbii ki, razılaşmaq olur. Cavab C. 15-ci suala gəldik. Müəllim şagirdlərə belə bir tapşırıq verir. Rayonumuzda baş verən daşqınların qarşısının alınması üçün yollar təklif edin. Şagirdlər ərazini araşdırır, mütəxəssislərlə müsahibə edir və alternativ həll yolları müəyyənləşdirirlər. Bu zaman hansı təlim modelindən istifadə edilir? Baxın,
Burada real bir problem varmı? Bəli. Rayonumuzda baş verən daşqınların qarşısının alınması üçün yollar təklif edin. Şagirdlər artıq başlayırlar fəaliyyətə, ərazini araşdırırlar, mütəxəssislərlə müsahibə aparırlar və yollar təklif edirlər müəllim üçün, bu problemin həlli üçün. Problem əsaslı öyrənmə. Cavab B variantı. Problem əsaslı öyrənmə. Əgər bir məhsul təqdim olunursa sonda, məsələn, maket, hər hansı bir qrafik, dizayn, robot, fərqi yoxdur. Məhsul verilirsə, onda layihə əsaslı olur. Sonda yeni məhsul olsa. Amma məhsul yoxdursa, həll yolları təklif olunursa, bu problem əsaslı öyrənməyə gətirib çıxarır. Həm də problem əsaslı öyrənmə daha az müddətə, belə deyək, reallaşdırılır bu təlim modeli. Layihə əsaslı kimi uzun müddəti əhatə eləmir. Gəlin 16-cı suala baxaq, 16-nı ötürmüşdük. Qəsəbədə içməli suyun göndəlik verilişi azalıb. Şagirdlər su itkisinin səbəblərini araşdırır, xəritədə su mənbələrini işarələyir, ev təsərrüfatlarında orta su sərfiyyatını hesablayır və qənaət planı hazırlayırlar. Hansı inteqrasiya reallaşdırılır? Baxın müəllimlər, burada real bir problem verilib. Elə deyilmi? Qəsəbədə içməli suyun gündəlik verilişi azalıb. Şagirdlər su itkisinin səbəblərini araşdırır, xəritədə su mənbələrini işarələyir, ev təsərrüfatlarında orta su sərfiyyatını hesablayır və s. İndi biz baxırıq. Hesablama var. Bu riyaziyyat. Riyaziyyat. Daha sonra xəritə ilə işləmə bacarığı lazımdır. Coğrafi biliklər. Coğrafi biliklər. Üstəgəl, suyun verilişi azalıbdır. Burada təzyiq anlayışı var. Fiziki aparıb çıxaracaq. Təzyiqlə bağlı da anlayışlar olmalıdır onların. Xəttə görə üzrü sayın. Cəpəki yazıram. Fizika. Yəni fənlərarası inteqrasiya burada gözümüzün önündə görünür. Bu bir. Üstəgəl, real həyati problem və onun üzərində çalışmaq var burada. Bəli, real problemin həllini ediblər. Həlli üçün yollar təklif ediblər. Fənn üstü də var burada. Fənlərarası, fənn üstü. Cavab oldu D variantı. Gəlin keçək növbəti suala. 17. Müəllim şagirdlərə belə bir tapşırıq verir. Qələmi götürdük yenə. Sinifdəki pəncərələrin ölçülərini götürərək, onları tam örtmək üçün neçə kvadrat metr pərdə parçasına ehtiyac olduğunu hesablayın. Bu zaman idrak taksonomiyasının hansı mərhələsi istifadə olunur? Baxın, sinifdəki pəncərələrin ölçülərini götürərək, onları tam örtmək üçün neçə kvadrat metr pərdə parçasına ehtiyac olduğunu hesablayın. Burada artıq biz görürük ki, hesablama işi var. Amma müəllim şagirdə o ölçmək üçün, onu tapmaq üçün düstur veribmi? Hazır düstur var? Xeyr, hazır düstur yoxdur. Yenə şagird real verilən situasiyada özü öyrəndiklərini icra etməyə çalışmalıdır. Əgər hazır düstur müəllim verməyibsə, o zaman yenə siz buna tətbiq edəcəksiniz. Cavabımız E variantı. Keçin növbəti suala. Hazır düstur olanda mı anlamaq mərhələsi olur ha, bilirsiniz, dəyişikliklərdən sonra artıq hazır düstur veriləndə, yəni müəllim tapşırıq verir, yanında da düsturu da verir. Yəni onu hansı düsturla həll edə bilərsən. Əgər düstur hazır verilirsə, anlamaq mərhələsi. Sinifin idarə edilməsi üçün lazım olan strategiyalarla bağlı uyğunluğu müəyyən edin. Yəni doğru üstünə doğru, yanlış isə yanlış yazılanı götürməliyik. Şagirdlərə özünü monitorinq və özünü idarə etmə bacarığı aşılamaq məqsədə uyğundur. Nə gözəl fikirdir, bəli, doğrudur, götürək. Şagirdlərin davranışlarını digər yoldaşların gözü qarşısında müzakirə etmək tərbiyəvi xarakter daşıyır, tamamilə yanlışdır. Digərlərinin gözü qarşısında müzakirə etmək ictimai qınaqdır ki, yol verilməzdir bu, olmaz. Yanlışda yanlış lazımdır. Yanlış davranışın nə ilə nəticələnəcəyini şagirdlərə həmin davranış baş verdikdən sonra başa salmaq daha səmərəli olar. Baxın, deyir ki, yanlış davranışın nə ilə nəticələnəcəyini şagirdlərə həmin davranış baş verdikdən sonra başa salmaq səmərəlidir. Nə qədər absurddur bu? Bu əvvəl olmalıdır. Şagirdə yanlış davranışın nə ilə nəticələnəcəyini həmin davranış baş verəndən sonra yox, baş verməmişdən əvvəl izah etməliyik ki, o artıq məlumatlı olsun, o səhvi etməsin.
Yoxsa gözləyə o səhv etsin, sonra başlayaq izah etməyə. Bu artıq o qədər səmərəli deyil. Əvvəl izah etməliyik ki, o səhv etməsin. Burada sonra yazıb deyə, təbii ki, 3 yanlışdır, gəlin götürək. 1-3. 1 doğru, 3 yanlış. Cavab B variantı. 4-də deyir müəllim şagirdlərdən maraq oyatmaq və gərginliyi azaltmaq üçün yumordan istifadə edə bilər. Yəni, doğru fikirdir, işimiz yox. Vaxt itirmədən keçək 19-cu suala. Hansı düşünmə formasının xüsusiyyəti verilməyib? Problemin həlli üçün ideyaların generasiyasına xidmət edir. İdeyaların generasiyası divergent düşünmədir. B çıxdı. Nümunələrə baxıb onları bir prinsip altında birləşdirir. İnduksiyadır. Düşüncələri dilə gətirmək, fikir ifadə etmək verbal düşünmədir. Tez nəticəyə gəlmək qabiliyyəti yüksək olur. Bu da konvergentdir. Və qeyri-verbal yoxdur burada. Qeyri-verbal. Qeyri-verbal vizual mühakimə əsaslanır və belə düşünən insanlar adətən xəritələrlə, şəkillərlə işləmək sevir, qrafik, sxem, cədvəllərlə işləməyi sevir. C variantının da bağlı məlumatı yox idi. Gəlin 20-ci və sonuncu sualımıza baxaq. Qələmi götürdük. Müəllim-şagird münasibətləri ilə bağlı hansı fikir yanlışdır? Yuxarı sinif şagirdləri ilə aşağı siniflərdən tanış olmaq effektiv mühitin formalaşması üçün daha məqsədə uyğundur. Bəli, bu yaxşı bir strategiyadır. Aşağı siniflərdən tanış olmaq. İnformasiyanın şagirdlərə çatdırılması formasının bu informasiyanın qavranılmasında rolu minimaldır. Bu yanlışdır artıq. Deyir ki, informasiyanın şagirdlərə çatdırılma formasının bu informasiyanın qavranılmasında rolu minimaldır. Əksinə, maksimaldır. Deyərsiz müəllim niyə? İnformasiyanı, məsələn, indi özlərimizdən götürək. Mən sizə necə çatdırıramsa, siz də ona uyğun qavramağa çalışırsınız. Əgər mən bu danışdıqlarımı daha da qarma-qarışıq eləsəm, aləmi bir-birinə qarışdırsam və ya oturub burada bir sualla bağlı dastan danışsam, bu sizin üçün daha çətin olacaq. Və mən də fikrimi çatdıra bilməyəcəm. Sizlər də bunu anlamaqda çətinlik çəkəcəksiniz. İnformasiyanı çatdırmaq önəmlidir. Yəni sən bunu necə çatdırırsan? Mən çalışıram maksimum öz PDF materiallarımızda belə müəllimləri nəzərə alam. İnformasiyanı maksimum şəkildə müəllimlərə uyğun tərtib edirəm ki, onlar üçün anlaşılan olsun, daha rahat olsun. Yəni informasiyanın çatdırılma forması informasiyanın qavranılmasında önəmlidir. Burada minimal yazıb yanlışdır. Müəllim şagirdlərə cavab elə B variantdır. Baxaq. Müəllim şagirdlərlə özünün və onların sinifdəki rolu, vəzifələri barədə aydın şəkildə müzakirə etməlidir. Doğrudur. Digər insanı anlamaq, onunla emosional bağ yaratmaq, özünü onun yerinə qoya bilmək empatiyadır. Bəli, məktəbdə və ya sinifdə yeni şagirdlərin adaptasiyası üçün bəlli fəaliyyətlərin olması zəruridir. Bu da doğrudur. Yeni şagirdlər üçün bəlli fəaliyyətlər deyir. Xüsusilə də elə buzqıran strategiyaları çox-çox faydalıdır. Yaxşı. Belə, müəllimlər, sualların izahı bitdi. Çalışdım ki, sizə verilən sualları ətraflı şəkildə izah edim ki, hər kəs üçün məsələ aydın olsun. Əgər bu sınaqların davamlı olmasını istəyirsinizsə, sizdən xahişim odur ki, videonu bəyənək, zəhmət olmasa, dəyərli fikirlərinizi yazmağı unutmayın və ətrafımızla maksimum şəkildə paylaşaq. Bu günlük bu qədər. Görüşmək ümidi ilə inşallah. Sağ olun.